Azərbaycan bütün oyun qaydalarını dəyişdi. Global Infos xəbər verir ki, bunu regional məsələlər üzrə ekspert Armen Petrosyan deyib. O qeyd edib ki, ötən gün Daşkənddə Mərkəzi Asiya Üstəgəl Azərbaycan formatında görüş keçirilib. Stat: Bu görüşdə Azərbaycana bu toplantıların tam hüquqlu üzvü statusu verildi. Hazırda ən azı siyasi və geosiyasi müstəvidə ölkələri birləşdirən C5 formatı artıq C6-ya çevrilir. Ən önəmlisi isə odur ki, bu istiqamətdə əsas təşəbbüskarlığı göstərən məhz Azərbaycan idi. Hətta Daşkənd sammitindən əvvəl belə platformanın qeyri-rəsmi üzvü kimi ABŞ-da keçirilən C5 üstəgəl ABŞ sammitində iştirak etməyə çalışırdı. Ədalət naminə demək lazımdır ki, Azərbaycanın bu mövqeyi regional güc olmağa can atma yolunda son dərəcə praqmatik və perspektivli addımdır. Statın sonu. Armen Petrosyan vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, siyasi, iqtisadi və dəyərlər müstəvisində Mərkəzi Asiyaya yönəlir. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.